Herkese salam, kanal videoma hoş geldiniz. Özümü çok qəribə istərdim. 3 ayda kanalımda uzun video çəkmirəm. Axırıncı 8 Martda vlog çəkmişdim. Bugün bir gün uşaqlar bayramıdır. Bütün uşaqları və özünü Fatimi sevənlərin bayramını təbrik edirəm. Bugün mən konsertə çıxmışdım qardaşımla. Piano konsertinə çıxdıq səhər və indi evdəyəm. Bugün edəcəyim bəzi şeylər var. Məsələn, Gəncimola gedəcəyik keçirmək üçün bayramı. Və mən dünən bir şey elədim. Məndən tiramisu hazırladım. Streçini açsın. Dünən belə bir tiramisu eləmişdim. Kek kimi tiramisu. Və bunun əslində videosunu çəkəcəkdim. Amma qabağıma resept çıxdı və bişirdim. Ona görə çəkməyə ehtiyac duymadım. Belə bir şeydir. Mən də eyni evdə yaşayırsınızsa, yemək yoxlamış üçün yatmam, həyatda qala bilərsiniz. Səhər konsert var idi, məktəbə getmədim və sabah gedəcəm. Amma olsun 4 gün qalıb və 4 gün sonra mən getməyəcəm məktəbə. Daha sonra yay tətili başlayacaq, ona görə də. No problem. İndi isə Güllər və Günahlar izləyəcəm. Çünki yeni bir diziyə başladım, Güllər və Günahlar. Diziyə başlayandan bəri gün içində başqa bir şey eləməz oldum. Yeni bağımlılığım bu dizidə. Yeni bölümlərini izləmək üçün 20 bölümüm var. Səbəbini deyim, mən diziyə çox gec başladım. Yəni, noyabrda çəkilib və mən mayda başladım. Bir həftə olar. Bir həftədə 10 bölüm izlədim. İndi 11-ci bölümdəyəm. Və dizinin də 30-cu bölümlərdə falandı. Nəzə kəşf elədim, editlərində çox qabağım çıxırdı TikTokda və mən çox bəyəndim. Yəni, mövzusunu falan da öyrəndim. Sonra favori dizimə çevrildi. Sonra bütün diziləri bırakıp buna başladım. Eşinizin düzenli kullandığı bir ilaç var mı? Sanmıyorum. Zeynep'le ben bugün evlendik. Yine sazlaşma vaxtıdır. Makyajdan əvvəl birinci paltarımı giyindim. Belçikadan üstü almışdım, viral olan. Altına da belə bir şortik giyindim. Səhərlərin makyajın eynisini eləyəcəm. Birinci primerimizi vururuq. Açıqını çıxarmalıyam. Otağın ışığı çok pis düşür bu arada. Telefona bir tane kalmadı, hesaplaştım. Şimdi kansilerimi vururam. Ben aslında saçım neyse silerim. Ben aslında uzun bir müddət makyaj eləmirdim. Səbəbi isə mən üz müalicəsi almaya başlamışdım dermatologdan. Hələ də alıram, amma bəzən özəl günlərdə eləyirəm. Məsələn, bugün konsert olan vaxtlar və s. Saçım qurutdu. Üzümün hər yerinə dağıtdım. İndi pudra eləyəcəm, amma bu təzə aldığım ağ pudra təəssüf ki simlidir. Buna görə də daha doğrusu sifariş vermişdim və simli olduğunu bilmirdim. Evə gələndən sonra simli olduğunu öyrəndim. Ona görə də banan pudrası işlədəcəm. O da Evlinin sarı bu banan pudrasını işlədəcəm. Bu.
Pudra fırçam çox təmizdir. Fırçadır, süngər, puf, hər nədirsə. Əslində pudranın özündə var belə. Amma daha rahatdır. Bunu bir dəfə hər yerə dağıtmışdım. İlk aldığım gün. 8 Mart videosunda. Bunun 3 bucağı olması o rahatdır ki, göz altlarımı eləyirəm və rahatdır. Bunun iyisini çox sevirəm. Bir anlık bütün pudranın üstünden kamerama da gelmişti. Ama indi sildim. Daha yaxşı çəkir. İndi nə vursam, indi əlliyi vuracam. Bir çox olsun dediği kimi yorum yana. Hardadır bu? Bir dakika. Panik keçirdi. Bütün pudra olmuş güzgümü təmizlədim və davam edirəm. Qapını artıq gördüm. İndi əlliyi vuram və Rare Beauty əlliyimin yazısı silinib. Bunun rəngini bəyəndim. Üstünə də belə bir rəng, bu rəng əlliyi vuracam. Çox qırmızı oldum. Üstündən biraz pudra seçməliyim. Ya da qalsın konsiler vurum artıq. Pudradan bezdim. Bunu fırçayla da aldım. O kadar bir fərq olmadı ama yine de biraz azalttım. İndi göz qələm keçməliyəm. Gözümün içərilərinə ağ qələm vururam mən həmişə. Yəni o kadar makyaj elədim. Geriyə qalan tək şey konsilerlə pudra oldu. Çünki bir yılın keçirəm, bir yetişkin kimi göstərməmək üçün üstümdəki bəzi makyaj şeylərini silmiş ola bilərəm. Həqiqətən çox abartılı dururdu və mən o qədər abartı makyaj sevmirəm. Yəni minimal makyaj olur. Ben klasik parfüm kombinum. Bir de Pandora'mı takacağım. Bu global bir tane charm lazımdı artık. Neçə ay olur? Ben bunu neçə ayda aldım? 10, 11, 12, 13. Yok 10, 11, 12. 1, 2, 3, 4, 5. 8 aydır bu global məndə var və hər bir charm almamışam. Oh my god. Oturum artık burada, yoruldum ayaküstü. Belə çox zərif durur ama yəni bir charm'a da ihtiyacı var. Pandora'nın çox charmlarıyla tanınır çünkü. Yəqin ki yayda alaram bir charm. Bəyəndiyim oyuncaqları buraya yığmışam. Bu Entertainer'dan aldığım Loy bebekti. Burada fotokartlar var. Çok köhnədir onlar. Sonra burada ad gün hədiyələrin falan filan var. Bu arada bu hediye değil, bu da değil. Bu ad gün hədiyəmdir. Sonra Lego, Hello Kitty falan filan. Bu keçən il köhnə sinif yoldaşlarımın mən aldığı hədiyələrdir. Ve bu da 3 manatlıq aldığım Lol bebek. Aslında bunu aslında mağazadan alsam orijinal çıxacaqdı ama gidip bilmediğim bir marketten aldım 3 manata. Bunun için bir şey olmasını gözlüydüm. Sonra bakın. Olsun yeni şirindi. Şimdi kardeşimin mektepten çıxmasını gözləyirəm.
gəlsin ol. Biz de yer aktarırıq. Şəxsiyyət mənzili. 10 dəqiqəli bir xoşbəxtlik yaşayacağım. Üçüncü Big Mac'ım gəldi. Ne istəyirsən? Dəqiqə. Aşım bıraxın. Bu ətir aparatından güneşinin has ətini vurduğunu heç bəyənmədim. Mən də bəyənmədim. Vurmasam da olardı. Benim geldiğim oldu favori mekanım. Bugün bir gün olduğu için özüme buradan hediye alacağım. Bütün makyaj mağazalarından daha maraqlı olan yer. Oyuncaq mekanı. Çok teşekkürler ama hansı seçeceğimi bilmirəm. Buradaki her şey bayram. Keşke görsən yer. Niyə koyacaqdım onu heç tapa bilmirəm. Summer Collection paltarlarında beğendiğim için yoktu. Instagram'dan baktıklarım daha geçerli. Mağazanın özünde hiç tapa bilmirəm. Gece çok karanlık olduğu için geçer düşmür. Ama Akbulvar. Akbulvar. Akşehir'de hə? Hə, Akşehir bulvar gəldi. Akbulvar dedim bayaq. Çəşim. Akşehir bulvarı. Artıq daha rahat video çəkiliş edə bilirəm. Çünki heç kim baxmır. Hava qaranlıq olduğu üçün heç kim vecini almır. Amma molda hamıya baxırdı. Mama ama bu mənzərə yəni velosipedlə geçiş olar ha yəni. Neyliydin bayaq? Yenə göstərim. Ayarlarını karıştırdım. Bura gedir. Səndən red bir dərs Buraya aldım. bastır. Aha sonra aha. Ben de buradan bir şeyler bir şeyler. Raman sus. Ay telefon kamerası silməmişim ben. Red bir dərsi alırıq babamdan. Çocuğun netifası bakıyor. Gözleri. Dəqiqə. Bakayım. Bak. Xəritədə çıxar. Doğru mu ne bileyim? Qıt bulduzları. Ay. Her neyse de her neyse. Mamam özel tut, özel tut. Aa, o ünlü YouTuber Gülzar Bağrı değil mi? Aa evet o. Nerede paylaşacaksınız? YouTube. YouTuber desen ağzında. Salak. Burada soyuqdan donuram və evə gedə bilmirik. Çünki atam işlədi. Ağlayacağım. Çox soğukdur. Ayağım da ağrıyır. Aşağı. 144 peylə video çəkirəm bu dəqiqə. Oldu. Oldu? Okey. Donuyorum. Oraya donuyorum. Nasıl bir taraf kaldı? Şu an yedireyim. Ben benzere bileceğim. Çok yoruldum. Şimdi gösterim. Entertainer'dan mənim özümə belə qolbaqlar aldıq, dostluq qolbaqları. Birinci mənim açsın. Çarmlarda. İçində o muncuklar var. İndi mən açım. Her şey. Bir dəqiqə, indi mən açım. Tut. Burada yeri var. Wow. Aynen. Hə, səndə qırmızı, məndə mavi. Muncukları açar. İndi bunu açıram.
Mamlı pəməsi var. Mənim alım. Ben açmam. Sırt yetsin. Neyse 200 tane düştü yere. Yine çok gec olduğu için bunları sakladım. Sabah səhər yox. Gördüm videodan gələn sonra mamamdan düzələcəm. Videosunu bəlkə shorts olaraq çəkərəm. Çox yuxum gəlir. Bugün çox doluydu. Hər neysə indi üzümü yuyub, kremlərimi vurup sonra yatacağım. Sabah da məktəbə gedəcəm. Sonra musiqiyə gedəcəm. Yəni çox işim var yine sabah. Onda videonu burada bitirirəm. İzlediğiniz için çok sağ olun. Yeniden bayram mübarək. Bye bye.